ATV-nin efirində xəbər vaxtıdır. Salamlayıram sizi. Axşamınız xeyir olsun, əziz və çox hörmətli tamaşaçılar. ATV xəbərin əsas buraxılışını təqdim edirik. Prezident İlham Əliyev Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Natalya Kiselyovanı qəbul edib. Ölkələrimiz arasında əlaqələrin strateji xarakter daşıdığını deyən dövlət başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsində məmnunluğunu bildirib. Dövlət başçısı Natalya Kiselyovanın Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxunub. Qonaq Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Trnovo şəhərində Trapezitsa Arxeoloji Muzey qoruğunun bərpasını xatırladaraq, bunun Bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib və bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Söhbət zamanı Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısının əhəmiyyətinə toxunularaq, bu tədbirin quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində rolu vurğulanıb. Assambleyaya sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyi bildirilərək, ölkəmizin bu təşkilata yüksək səviyyədə sədrlik etdiyi qeyd olunub. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsi qeyd edilib. İqtisadi, ticari, enerji, o cümlədən bərpa olunan enerji və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirilib. İsrail ilə İran arasında qarşılıqlı hücumlar davam edir. Hər iki tərəf bir-birinin hava məkanında üstünlüyə sahib olduğunu iddia edir. Hərbi əməliyyatların uzanması Amerika Birləşmiş Ştatlarını da münaqişəyə cəlb edə bilər. Prezident Donald Trump bu barədə düşündüyünü istisna etmir. İranın ali rəhbəri Əli Xamneyi isə bəyan edib ki, Amerika Birləşmiş Ştatları İsrailin köməyinə gələrsə, İran bu addımına görə onları peşman edəcək. İran Silahlı Qüvvələrinin gecə saatlarında İsrailə raket hücumu zamanı mərmilər bir neçə bölgəyə düşüb. Məlumata görə ən azı 2 raket Qüds ətrafına və paytaxt Tel-Əviv yaxınlığındakı Şaron bölgəsinə düşüb. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə İranın endirdiyi raket zərbələri nəticəsində 90-dan çox İsrailli yaralanıb və onlar xəstəxanalara yerləşdirilib. Raket zərbələri zamanı yanğınlar baş verib, bir neçə binaya ciddi ziyan dəyib. 20-dən çox avtomobil yanıb. Qeyd olunur ki, İsrailin hava hücumundan müdafiə sistemləri İranın raket hücumunu tam dəf edə bilməyib. İslam İnqilabı Keşikçiləri Korpusu gecə saatlarında İsrailin hava məkanından nəzarəti tam ələ keçirdiyini açıqlayıb. Bugünkü raket hücumu göstərdi ki, biz İsrailin səmasına tam nəzarəti ələ keçirmişik və onların sakinləri İranın raket hücumlarına qarşı tamamilə müdafiəsizdirlər, deyə Sepahın məlumatında qeyd olunub. İsrailin Baş Nazirliyi ofisinin məlumatına görə İran İsrailə ümumilikdə 400-dən çox ballistik raket atıb. Nəticədə ölkə ərazisində 40 müxtəlif nöqtədə partlayış qeydə alınıb. 24 nəfər həyatını itirib, 800-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İsrail ordusu isə bugün səhər saatlarında 25 qırıcı ilə İranın qərbində hərbi hədəflərə zərbələr endirib. İsrailin müdafiə qüvvələrinin məlumatına görə qırıcılar Yəhudi dövlətinə yönəlmiş raket infrastrukturunu, raket anbarlarını və 40-dan çox hərbi obyektə zərbələr endirib. Paytaxt Tehrandakı bazalara, polis qərargahına, Təbrizdəki dron zavoduna, Ərdəbildəki hədəflərə, Kərəcdəki hərbi obyektlərə də zərbələr endirilib. İsrail Hərbi Hava Qüvvələri paytaxt Tehranda İranın Daxili Təhlükəsizlik Xidmətinin qərargahında vurub. Bu barədə məlumat verən ölkənin Müdafiə naziri İsrail Katz bildirib ki, Tornado Tehranı məhv eləyir. Kirmanşah hava limanına da raket zərbəsi endirilib. 5 helikopterin məhv edildiyi bildirilir. İsrail ordusunun məlumatına görə Silahlı Qüvvələr iyunun 13-dən bu yana İranda 1100-dən çox hədəfə zərbələr endirib. İranın ballistik raketlərinə və hava hücumundan müdafiə sistemlərinə ciddi ziyan vurulub, deyə məlumatda qeyd olunub. İsrail İranın nüvə silahı əldə etməsinə imkan verə bilməzdi. Belə açıqlama ilə isə İsrail prezidenti İshak Herzog çıxış edib. Onun sözlərinə görə bu tarixi miqyaslı bir missiyadır. Biz İranın nüvə potensialına çatmasına imkan verə bilməzdik. Bu böyük nailiyyətdir, deyə Yəhudi prezident qeyd edib. İran tərəfi isə bəyan edir ki, İsrailin qırıcı vasitələri bir-bir sıradan çıxarılır. Varamin şəhəri üzərində İsrailin F-35 təyyarəsi, İsfahanda isə pilotsuz uçuş aparatı vurulub.
Bu arada İranın ali rəhbəri Əli Xamneyi xalqa müraciət edib. O, ölkəsinin İsrailə qarşı durmadan qalib çıxacağına əmin olduğunu bildirib. Biz qələbə qazanacağıq. Uca Allah şübhəsiz ki, İran xalqına qələbə, haqq və ədalət bəxş edəcək deyə Xamneyinin sözlərini onun mətbuat xidməti stat gətirib. İran ali rəhbəri həmçinin ABŞ-nin İsrailin hücumlarına qoşulacağı təqdirdə ona ağır zərbə vurulacağı barədə xəbərdarlıq edib. Amerikalılar və bu regionun siyasətindən xəbərdar olanlar bilirlər ki, bu ölkənin problemə qarışması şübhəsiz onların ziyanına olacaq və onlar zərbə alacaqlar. Bu zərbə qat-qat dağıdıcı olacaq deyə İranın ali rəhbəri vurğulayır. ABŞ-də fəaliyyət göstərən Axios portalı isə öz mənbələrinə istinadən yazır ki, Trump həqiqətən də ABŞ-nin İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması və Amerika qüvvələrinin İslam Respublikasının nüvə obyektlərində zərbələr endirməsi ehtimalını nəzərdən keçirir. Bildirilir ki, Trump ABŞ-nin İranın nüvə obyektlərinə, xüsusən də Fordodakı yeraltı zənginləşdirmə obyektinə zərbə endirməyi ciddi şəkildə düşünür. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə İsrailin İrana qarşı hücumunu səhv addım adlandırıb. İranın İsrailin dövlət terroruna qarşı mübarizəsi tam qanunidir. Beynəlxalq təşkilatlar İsrailin təcavüzünə təsir göstərə bilmir deyə Türkiyə lideri vurğulayıb. Rusiya da ABŞ-nin İsrail-İran qarşı durmasına mümkün qarışmasını yanlış addım hesab edir. Rusiyanın Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov bildirib. ABŞ hər zaman bütün proseslərin önündədir və əvvəllər müdaxilə etmədiklərini söyləmək məncə yanlış olardı. Vaşinqtonu belə spekulativ və nəzəri variantlar barədə xəbərdarlıq edirik. Bu, bütün vəziyyəti kökündən qeyri-sabit hala gətirəcək bir addım olardı. Yaxşı olardı ki, ABŞ bu barədə heç düşünməsin, deyə Ryabkov vurğulayıb. Bəxtiyar Fətullayev, ATV Xəbər. Atom enerjisi üzrə beynəlxalq agentlik İranın nüvə silahı yaratmaq cəhdlərinə dair hələ heç bir sübut tapmayıb. Bunu sözü gedən qurumun baş direktoru Rafael Grossi CNN-ə müsahibəsində deyib. O, İranın nüvə silahı yaratması üçün lazım olan vaxtla bağlı iddialara cavab olaraq deyib ki, bu əlbəttə sabahın, bəlkə də yaxın illərin məsələsi deyil. Bunlar sadəcə fərziyyələrdir. Agentliyin baş direktoru qurumun müfəttişlərinin İranın sülh məqsədli nüvə fəaliyyətindən tam xəbərdar olmadıqları barədə bəyanatlarını təkrarlayaraq bildirib ki, indiyə qədər bunu demişəm, nüvə silahının istehsalına doğru təşkil olunmuş fəaliyyətin sübutunu görməmişəm. Davam edirik. Bu il ali məktəblərə qəbulda 3-cü qrup üzrə bəzi ixtisaslarda keçid ballarında artım ola bilər. Dövlət İmtahan Mərkəzindən belə açıqlama verilib. Ekspertlər də düşünür ki, bu il 2 və 3-cü ixtisas qruplarında ciddi rəqabət olacaq. Qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi artıq başa çatıb. İndi abituriyentləri maraqlandıran əsas suallardan biri də keçid balları və müsabiqə şərtləridir. Dövlət İmtahan Mərkəzi 3-cü qrupda bəzi ixtisasların keçid ballarında artım olacağını istisna etmir. Ancaq qurumun şöbə müdiri Xanlar Xanlarzadə deyir ki, bu barədə danışmaq hələ tezdir. Konkret ixtisasa baxmaq lazımdır və müqayisə aparmaq lazımdır ötən illə ki, plan yeri artıbdır yoxsa azalıbdır. Əgər plan yeri artırsa, bu o deməkdir ki, keçid balı daha aşağı formalaşa bilər. Yox, plan yeri azalıbsa, onda keçid balı daha yuxarı formalaşa bilər. İndi müqayisə eləsək, 2,21% artıbdır, amma müsabiqə iştirakçılarının sayı da çox idi. Dəqiq hansısa bir proqnoz iləri vermək ki, kəskin bir sıçrayış olacaq, yox, belə bir şey olmayacaq, belə bir şey gözlənilmir. Ekspertlər isə hesab edir ki, bu il 2 və 3-cü ixtisas qruplarında ciddi rəqabət olacaq. 150-dən çox bal toplayanların sayı 10 min nəfər keçən müqayisədə daha çoxdur. Həm abituriyentlərin sayının çoxalması, həm bal toplayanların sayının çoxalması bu il 2-ci və 3-cü ixtisas qrupunda ciddi bir rəqabətin olacağını bizə proqnozun verir. 2-ci ixtisas qrupunda tədris ingilis dilində qəbul həyata keçirilən maliyyə, biznesin idarəolunması, iqtisadiyyat ixtisasları tədris ingilis dilinin balı 600-ün üzərində olacaq. Azərbaycanın həm dövlət həm özəl ali təhsil müəssisələrində müəllimlik ixtisaslarının plan yerinin azalması, müəllimlik ixtisaslarında da balların qalxmasını proqnozlaşdırmağa əsas verir. Qeyd edək ki, 2 və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci cəhdi iyulun 6-sında, 1-ci və 4-cü ixtisas qrupları üzrə isə iyulun 13-ündə keçiriləcək. Bu imtahanlarda 71 mindən çox abituriyentin iştirakı nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzindən bildirildi ki, 1 və 4-cü ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdinin nəticələri yaxın günlərdə açıqlanacaq. Ülkər Əliyeva, Amil Əliyev, Ağcəl Əskərli, ATV Xəbər. Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qəza baş verib, idarə etmədən çıxan avtomobil ara kəsməyə çırpılıb. Qəzaya sürücülərdən birinin düzgün ara məsafəsi saxlamaması və idarə etməni itirməsi səbəb olub. Hadisə nəticəsində metronun Koroğlu və 20 yanvar stansiyaları istiqamətində sıxlıq yaranıb, hərəkət intensivliyini bərpa etmək üçün qısa müddət ərzində hadisə yerinə evakuator cəlb olunaraq, qəzaya uğrayan avtomobilin yoldan kənarlaşdırılması təmin edilib.
Ötən gün vətəndaşların bank kartlarından 14 min manat oğurlanıb. Bu barədə məlumat yayan Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, kiberdələduzlara verilən hər məlumat bank kartınızdan oğurluq riskini artırır. Ötən gün bir sıra şəxslərin bank hesablarından 6970, 3823, 840, 830 və müxtəlif məbləğlərdə vəsait kiber üsulla oğurlanıb. Nazirlik vətəndaşları bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır. Bu cür cinayətlər əsasən naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir. Naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməmək, o cümlədən bank kartının nömrəsi, PIN kodunu, CVV kodunu, OTP kimi məlumatları heç bir halda paylaşmamaq tövsiyə olunur. Son günlər sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən birinə diqqət çəkirik. Casus tətbiqlər. Mobil telefonlara yüklənilən bəzi proqramlar şəxsi məlumatların ələ keçirilməsinə səbəb ola bilər. Bəs bu tətbiqlərin qurbanına çevrilməmək üçün nə etmək lazımdır? Mütəxəssislər nə tövsiyə edir? Bu barədə hazırlanan süjeti izləyək. Bəzi telefon tətbiqləri əsl təhlükə mənbəyinə çevrilib. Yüklədiyimiz və ya istifadə etmədiyiniz halda telefonda qalan bəzi tətbiqlər şəxsi məlumatların ələ keçirilməsinə gətirib çıxara bilər. Linklərdən SMS-lər gəlir, amma o linklərə bilirəm ki, girmək olmaz. Çünki bir dəfə girmişəm, müəyyən bir xarici saytlara daxil olub, bank kart seriyası nömrəsi istəyib. WhatsApp üzərindən, Telegram üzərindən əsas olaraq botlarla mesajlar atılır. Daha sonra insanları hesablara çəkməyə çalışırlar. Ondan da izləməyə düşür. Xarici nömrədən yazılar, zəngilər hətta olub. Təbii ki, bunları blok atmaq lazımdır. Mütəxəssislər həyəcan təbili çalır. İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyir ki, telefonda olan bəzi tətbiqlər vətəndaşların məlumatlarını mənbəsi bilinməyən ünvanlara çatdıra bilər. Telefonda ritumdan kənar olaraq isinmə, donmalar, internet paketinin tez bitməsi, bunların hər birisi o deməkdir ki, telefonda alt blokda işləyən zərərli bir yazılım var və sizin daim məlumatlarınızı mənbəsi bilinməyən nöqtələrə göndərdiyi üçün telefonunuzda daim ağırlaşma, isinmə, donma kimi hallar ola bilər. Elvin Abbasov vurğulayır ki, bilinməyən nömrələrdən göndərilən linklər mobil vasitələrlə zərərli tətbiqlərin yüklənməsinə yol aça bilər. Zərərli yazılımlara diqqət etməlisiniz və bunun üçün də mütəmadi olaraq telefonunuzu təmizləməli, istifadə etmədiyiniz applicationları telefonunuzda saxlamamalısınız və həmçinin də tanımadığınız nömrələrdən gələn linkləri tıklamamalısınız. Məsələ Daxili İşlər Nazirliyinin də diqqətindədir. Qurumdan ATV xəbərə bildirildi ki, Nazirliyin qaynar xəttinə bu mövzuda müraciətlər daxil olur. Saytlara daxil olan zamanda domen adlarına fikir vermək lazımdır. Yəni bu zaman bir hərfin və ya bir rəqəmin yanlış yazılışı sizi kiberdələduzların hazırladıkları təliyə sala bilər və nəticədə maddi vəsaitiniz oğurlana bilər. Həmçinin vətəndaşlarımıza müxtəlif linklər göndərilir. Həmin linklərə daxil olaraq öz məlumatlarını ora yerləşdirilməsi istənilir. Mütəxəssislər xəbərdarlıq edir. Bu cür hallarla qarşılaşmamaq üçün ehtiyatı əldən verməyin. Əhməd Məmmədov, Aysu Qayıbova, Ramin İsmailov, ATV xəbər. Paytaxtın Yasamal rayonunda yaşayış binasının yaxınlığında tikilən obyekt sakinləri narahat edir. Narazılıq yaradan müxtəlif səbəblər var. Şikayətçilər iddia edir ki, qanunsuz tikilən obyektə görə onların istifadəsində olan həyət də zəbt olunub. Kim, nə və hansı əsasla tikir? Sakinlərin narazılığı ilə bağlı nə düşünürlər? Əməkdaşlarımız bütün bu məqamlara aydınlıq gətirməyə çalışıb. Beşmərtəbəli binanın qarşısında sakinlərin ümumi istifadəsində olan həyət zəbt edilərək obyekt tikilir. Görüntülər Yasamal rayonu Abbas Mirzə Şərifzadə 166 ünvanındandır. Sakinlər iddia edir ki, tikinti işləri qanunsuz olaraq aparılır. Onların sözlərinə görə hətta görülən işlər zamanı obyektin bir divarda uçub. Bir daş tikirdilər o vaxtları. Külə qalxdı, bu divar çöktü. Burada fəhlə işləyirdi, az qalıb fəhlə altında qalacaqdı. Vaxtında tez qaçdı. İkinci dəfə gəldi tikəndə bir neçə gündən sonra. Yəni külə vurdu, bunu aşırtdı. Burada da 2 dənə uşaq oynayırdı. Az qalıb onlar da qalacaqdı altında. Hər gün inanırsınız, toz torpaq içində yata bilmirik. Səhərlər ustalar gəlir, vidamda işləyirlər, çıxıb gedirlər. İnanın ki, nəfəs ala bilmirik.
işığımızın, günəşimizin, havamızın qabağını alır. Nə vaxtdan başlanılıb işlər? Bu deyim sizə, mayın 6-sından. Gəlir ki, mən obyekt almışam. Sənədi də yoxdur, deyir almışam, pul verib almışam. Bəs icazə yoxdur axı. Hər hansı bir obyektlə obyekt arasında 15 metr məsafə olmalıdır. Bu binadır, yaşayış binası. Bura həyət olmalıdır. Burada yaşlı adam çıxıb oturmalıdır, uşaq oynamalıdır. Sakinlər deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə şikayət ediblər, ancaq səslərinə səs verən olmayıb. Çəkiliş apardığımız zaman işçilərin əraziyə yaxınlaşdığının şahidi olduq. Ancaq bizi görüb geri qayıtdılar. Öyrəndik ki, işlərə Anar Ağayev adlı şəxs nəzarət edir. Onunla əlaqə saxladıq. Bildirdi ki, obyektin tikintisi aidiyyəti qurumlardan alınan icazə əsasında həyata keçirilir. Ondan icazə sənədini göstərib açıqlama verməsini istədikdə isə bundan imtina etdi. Məsələni dəqiqləşdirmək üçün Yasamal rayon icra hakimiyyətinə yollandıq. Amma suallarımıza cavab verən olmadı. Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq. Bildirildi ki, həmin ərazidə 150 kvadrat metr sahədə aparılan tikinti işləri qanunsuzdur. Faktla bağlı aidiyyəti qurumlara məktub ünvanlanıb. Əkbər Əlizadə, Həsənağa Dadaşov, Məhəmməd Hacızadə, ATV Xəbər. Evlər qəzalı, kanalizasiya xətləri xəstəlik mənbəyi yaradır. Söhbət Xətai rayonu İbrahim Əbilov küçəsində yaranan acınacaqlı vəziyyətdən gedir. Problem bir deyil, iki deyil. Çıxılmaz vəziyyətə düşmüşük deyən sakinlər qaynar xəttimizə müraciət edib ki, bəlkə məsələlər işıqlandırılsın, onların problemləri ilə maraqlanan olar. Sadalamaqla bitməyən problemlərin həllini tapacaqmı? Baxaq görək, bu barədə aidiyyəti qurumlar nə deyib? Xətai rayonu 8 noyabr prospekti İbrahim Əbilov küçəsinin problemləri saymaqla bitmir. Kanalizasiya xətləri bərbad vəziyyətdə, evlər qəzalı haldadır. Hazırda üzərində durduğum kanalizasiya quyusunun qapağı belə yoxdur. Ərazidə yığılan çirkab suları isə insanların nəfəs almasını müşkülə çevirir. Kanalizasiya tutulur, özümüz açırıq, evləri su basır. Yəni çox çətinliklərimiz çoxdur da, yəni ki, nə sökülən kimi sökülmür. Nə dağılan kimi dağılmır. 2 dəfə çağırmışıq biz kanalizasiya idarəsindən. Gəliblər, təmizləyirlər, yenə həmin şey. Evin qabağından belə bir sel gedir ki, mümkün deyil oradan keçmək. O qədər turbalar çürüydü ki, bunu tuturlar, sabah gedirsən bir suyun, o birisi yenə o bir tərəfdən partlayır. Gəlirlər oranı düzəldirlər, biraz keçir, o bir tərəfdən partlayır. Sakinlər deyir ki, illərdir bu vəziyyətdə yaşayırlar. Düz evimizin qabağından kanalizasiya sistemi keçir. İydən, qoxudan biz nəfəs ala bilmirik. Dam örtükləri, evin üstü çox bərbad vəziyyətdədir. Yağış yağan kimi evlərdə vanna, vedrə düzürük belə, bütün çökür. Evimizin hətta bir otağımız da çökübdür. Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan ATV xəbərə bildirildi ki, problemlərin əksəriyyəti sakinlərdən qaynaqlanır. Ərazidə xeyli sayda gecəqondu var. İşlən zaman bir ona fikir vermək lazımdır ki, yaxşı burada sabahları bunun bir yanğını ola bilər, bunun fövqəladə bir hal ola bilər, ora maşın keçsin. Amma örtüklərini də yeni də onu biz eləmirik. Fərdi yaşayış evləri tikilən zamanda qanunvericilikdə belə biliriz ki, o ərazidəki yol infrastrukturuna, orada qazın, işığın, suyun çəkilməsi, bunlar hamısı fərdi qaydada vətəndaşların öz vəsaiti hesabına həyata keçirilib. Qurumdan bildirildi ki, kanalizasiya xətləri ilə bağlı müvafiq qurumlara müraciət olunub. Baxış keçirildikdən sonra mümkün tədbirlər görüləcək. Nurlan Şirəliyev, Rafiq İsmailov, Rüstəm Rüstəmov, ATV Xəbər. Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq bu məqsədlə layihə smeta sənədlərinin hazırlanmasına start verilib. Bildirilib ki, söküntü işləri Binəqədi rayonu Dəmiryol küçəsi, ev 19 və Ağa Neymətullah küçəsi, ev 13 ünvanlarında yerləşən və istismara yararsız hesab edilən binaları əhatə edəcək. Binəqədi rayon icra hakimiyyətindən də söküntü işlərinin aparılacağı xəbəri təsdiqlənib, amma söküntü işlərinin hansı tarixdə aparılacağı hələlik açıqlanmayıb. Bildirilib ki, vətəndaşlara yaşadıkları qəzalı vəziyyətdə olan binalarını tərk etmək üçün kompensasiya təklif olunacaq. Ağölümlə mübarizə davam edir, amma təəssüf ki, yenə bu bəlanı yayanlara rast gəlinir. Heç sayları azalmır da. Neftçala və Qaradağda narkotik vasitə yayanlar ifşa olunub. Təfərrüatlar sıradakı süjetdə. Neftçalada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Ari Hüseynov saxlanılıb. Ondan 562 ədəd çətənək yolu müsadirə olunub. Ari Hüseynov narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və agrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib. Körbəndə şatomları tapdım, balıq edmişdim çöllü ərazidə. O səftim, o çıxmışdı.
İzli xırdalı idi, polisə də aşkar elədi, mən də etiraf edim ki, müəyyəndir. Polis də 6 nəfəri saxlayıb. Onlardan müxtəlif çəkilərdə marixuana və çətənək yollar aşkarlanıb. Qaradağ rayonunda narkoşəbəkənin daha 239 yaşlı Vitali Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıb. Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Etiraf ediblər ki, narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən götürüblər. Plan ayrı-ayrı ünvanlara çatdırmaq olub. Dedi ki, sən bir dənə getçinən döşmətə Xocasən yoluna. Və orada var, götürüb gəlcinə. Götürmüşük, qaydan başı, sonra maşını saxladılar, bizi tutdular. Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib, araşdırma aparılır. İsmail Əmrli, ATV Xəbər. Nəsimi rayonunda Ağadadaş Qurbanov küçəsi bərbad vəziyyətə düşüb. Sakinlər iddia edir ki, yolu tikinti şirkəti bərbad hala salıb. Tikinti materiallarını daşıyan ağır tonnajlı yük avtomobilləri gündəlik olaraq Ağadadaş Qurbanov küçəsi ilə hərəkət edir. Nəticədə yol demək olar ki, keçilməz olub. Sakinlər deyir, dəfələrlə tikinti şirkətinin rəhbərliyinə irad bildiriblər. Heç nə dəyişməyib. Bu problem həllini necə tapacaq? Əməkdaşımız Məhəmməd Hacızadə bu suala cavab axtarıb. Baxaq. Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində tikinti şirkəti tərəfindən görülən işlər zamanı yol bu cür bərbad vəziyyətə salınıb. Təbii ki, bu da ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olur. İndi isə burada hərəkət edən istər avtomobil sürücüləri, istərsə də piyadalar çətinliklə üzləşir. Gecədən səhərə qədər işləyirlər, rahatçılığı yoxdur. Yatmaq mı, qapı pəncərələr açmaq olmur. Toz, torpaq, maşın keçir, ilişir, qalır. Özümüz girib çıxa bilmirik evə. Dəfələrlə demişik. Qulaq ardına vururlar, eləyərik, 20 gündür bu vəziyyətdədir. Sakinlər deyir ki, dəfələrlə yaranan vəziyyətlə bağlı Archiko tikinti şirkətinə şikayət ediblər. Şirkət onlara boş vədlər verib, problem isə getdikcə özünü daha qabarıq şəkildə göstərir. Archiko tikinti şirkəti var. Bunlar yük avtomobillərinin yolunu dəyişiblər. Bu qəmbərlik günü-gündən məhv olur gedir. Dəfələrlə müraciət eləmişik, şikayət eləmişik şirkət rəhbərliyinə, amma qulaq ardına vurulur. 15-20 gündür bundan əvvəl o beton maşınlardır, daşıyırlar, eləyirlər evizə. Gecə ilə buranı dağıdıblar. Keçmək mümkün deyil. Aşağıdan maşın gəlir, siqnal verir, cəmaət oyanır. Onların o hüquqşünasıdır, onların böyüklərinə də demişik. Deyirlər, darıxmayın, 2-3 günə olacaq. Yolu yararsız hala salmaqda ittiham edilən tikinti şirkətinə müraciət etdi. Archiko MTK-nın nümayəndəsi bizə də vəd verdi. Bildirildi ki, həftənin sonu problem birdəfəlik həllini tapacaq. Vədə əməl olunacaqmı? Həftə sonu bunu biləcəyik. Məsələni diqqətdə saxlayacağıq. Məhəmməd Hacızadə, Elşən Əhmədov, ATV Xəbər. Bugündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Prosesin ilk günü Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə fəaliyyət göstərən müəllimlər cəlb olunub. 18 müxtəlif şəhərdə keçirilən test imtahanlarında 2019 müəllim iştirak edib. İmtahandan maksimum bal toplayan müəllim də var. Əməkdaşımız Ağca Ələskərli imtahandan çıxan müəllimlərin fikirlərini öyrənib. İmtahanın test mərhələsində 120 dəqiqə ərzində müəllimlərə tədris etdiyi fən üzrə 60 sual təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilib. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Hansı fəndən idi imtahan? İngilis dili. Neçə bal topladınız? 60 bal topladım. Suallar asan idi çoxu, amma bəzi çətin suallar var idi. 59 bal topladım. Yəni bir səhvim var. Çətin değildi. Suallar normal səviyyədə idi. Məktəb proqramından kənar heç nə yox idi. İngilis dilindən imtahan verirdim. Rus bölməsi üzrə dərs deyirəm. Suallar yaxşı idi. Düşünürəm ki, müəllimlərin bilməli olduğu suallardı. 52 bal topladım. Çox həyəcanlı idim, çünki çox azlaşa bilməmişdim. 55 bal topladım amma
Şükür Allaha. 50 keçəcəyimə belə bəzən inana bilmirdim, amma rahat idi. Ümumilikdə bu il 20 minə yaxın müəllimin sertifikasiya imtahanında iştirakı nəzərdə tutulub. 3 il ərzində isə bu prosesə 65 min müəllim qoşulub və onlardan 55 mini prosesi uğurla tamamlayıb. İşə qəbul tarixindən 3 il və daha artıq müddəti olan müəllimlər analıq məzuniyyətində olub və işə qayıtdığı müddəti 1 il və daha artıq müddəti keçmiş müəllimlərin də sertifikatlaşmada iştirakı nəzərdə tutulub. 2021-ci ildə əgər 1500 namizədə eyni anda imtahan edə bilirdiksə, artıq indi 10 min namizədə eyni anda imtahan edə bilirik. Bu il ilk dəfə olaraq bu imtahan infrastrukturlarında həmçinin 4-cü və 6-cı sinifdə monitorinqlərdə iştirak etmiş şagirdlər də imtahanlarda iştirak ediblər. Sabah isə ibtidai sinif və coğrafiya fənni üzrə iyunun 24 və 25-də növbəti 4 fənn kimya, fizika, biologiya, informatika fənləri üzrə sertifikatlaşdırılma imtahanı keçiriləcək. Xatırladaq ki, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşlarına 35%, keçid balını toplayan təhsil verənlərin maaşına isə 10% aylıq əlavələr ediləcək. Ağcəl Əskərli, Azər Nağıyev, ATV Xəbər. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bugün keçirilən iclasında kazinolarla bağlı qanun layihəsi müzakirəyə çıxarılıb, qabaqcıl ölkələrin uğurlu modelinə dair fikir mübadiləsi aparılıb. Hazırda uğurlu modellər özünü doğrultmuş təcrübələr istənilən qədərdir. Elə bu təcrübəyə əsasən qeyd edilir ki, düzgün tənzimləməklə kazinolar təkcə iqtisadiyyatın inkişafını stimullaşdırmır, həm də qanunsuz kölgə qumar biznesinə qarşı da effektiv mübarizə aparmağa, cinayət yolu ilə əldə edilən gəlirlərin, yəni çekli pulların yuyulmasını məhdudlaşdırmağa və həssas vətəndaş kateqoriyalarını qorumağa da yardım göstərir. Qanuni, dövlətin nəzarəti altında fəaliyyət göstərən kazinolara tələbat hazırda bir sıra amillərlə izah edilə bilər. Məsələn, turizmin inkişafı, dövlət büdcəsinə milyardlarla əlavə gəlir, qanunsuz oyunların ləğvinə sivil alternativlərin yaradılması, həmçinin yeni iş yerlərinin açılması və s. kimi yaşadığımız dövrün çağırışları, bir də bu çağırışların uğurlu həlli. Məsələn, ərazi və əhalisinin sayına görə Azərbaycandan kiçik olsa da, turizmin gəlirlərinə görə Gürcüstan daha öndədir. Mütəxəssislər hesab edir ki, bunun əsas səbəblərindən biri məhz kazino biznesinin legallaşdırılmasıdır. Təsadüfi deyil ki, 2021-2022-ci illərdə Gürcüstanda qumar sektorunun dövriyyəsi 16 milyard avrodan 18 milyard avroya yaxın olub. 2024-cü ildə isə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Hazırda bu sahədə çalışanların sayının 20 mindən çox olduğu bildirilir. Gürcüstanda kazinoların gəlirlərinin əhəmiyyətli hissəsi isə qonşu ölkələrin, xüsusilə də Azərbaycanın payına düşür. O zaman bu qədər vəsaitin Azərbaycanın dövlət büdcəsindən yan keçməsinin qarşısını almağa bizə nə mane olur? Legallaşdırılmış kazinolar vergiyə cəlb olunduqda isə dövlət büdcəsinə ciddi maliyyə axını təmin etmək mümkün olacaqdır. Qanuni fəaliyyət çərçivəsində bu sahə nəzarətdə saxlanıla bilər. Hal-hazırda əsasən internet məkanında bildiyiniz kimi bəzi qeyri-rəsmi qanunsuz qumar fəaliyyətləri mövcuddur. Legallaşma zamanı bu bazarın rəsmi iqtisadiyyata keçməsinə imkan verəcəkdir. Əgər kazino fəaliyyəti məhdudlaşdırılmış, şəffaf və tənzimlənmiş şəkildə, məsələn, yalnız müəyyən zonalarda Batumi modeli kimi tətbiq olunarsa, bu turizmin inkişafına müsbət təsir göstərə bilər. Azərbaycanda da heç uzağa getmədən Qazaxıstan və Gürcüstan modeli tətbiq oluna bilər. Kazinolar xüsusi turizm və oyun zonalarında təşkil edilməklə Singapurdakı kimi yerli vətəndaşlar üçün girişi ya qadağan, ya da məhdudlaşdırıla bilər. Xəzəryanı zonalarda və sərhəddə yaxın turistik bölgələrdə bu cür obyektlərin təşkili həm xarici turistlər üçün cəlb edici olar, həm də Azərbaycanda hotel, restoran biznesinin inkişafına vergi daxil olmaları, müxtəlif iqtisadi aktivlik, infrastrukturun inkişafı və digər istiqamətlərə də müsbət təsir göstərərdi. Vüqar Bektaş, Aygün Rəsulova, ATV Xəbər. Bakıda 6-cı yerli şirkətlərin tanıtım sərgisi işə başlayıb. Sərgidə 300-ə yaxın yerli şirkət həm məhsullarını təqdim edir, həm də yeni əməkdaşlıq imkanları qazanır. Yerli şirkətlərin tanıtım sərgisi artıq 6 ildir ki, məhsul və xidmətlərin təqdim edildiyi ən böyük platformalardan biridir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol Qrupun birgə təşkilatçılığı ilə keçirilən sərgi 300-ə yaxın yerli şirkəti bir araya gətirib. Məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaqdır. Nümayiş olunacaq hər bir stend, hər bir şirkət Azərbaycan iqtisadiyyatının dirçəlişində əlbəttə ki payı vardır və bu yeganə sərgidir ki, burada ancaq
mikro, kiçik və orta sahibkarlar öz potensialını nümayiş etdirir. Dövlət qurumları və biz həmişə necə ki bu sərgini dəstək eləmişik, bundan sonra da dəstək edəcəyik. Son illər 2 milyondan çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiə naziri Anar Əliyev bildirdi ki, 750 mindən çox şəxs münasib işlə təmin edilib. 103 mindən çox vətəndaş özünə məşğulluq proqramına, 45 mindən çox şəxs peşə hazırlığına cəlb olunub. Hazırda alt sistemdə təxminən 1.6 milyondan artıq əmək müqaviləsi elektron formada bağlanmışdır ki, bu da mövcud əmək müqavilələri 87%-ni təşkil edir. Yerli şirkətlər sərgidə qida, İKT, təhsil, inşaat və digər sahələri təmsil edir. Onların arasında həm ölkə daxilində istehsal olunan məişət avadanlıqları, həm də ixal məhsulları çoxluq təşkil edir. 2020-ci ildən fəaliyyətdə olduğumuz dövrdə kiçik məişət texnikalarının idxalından məşğuluq. Sokani, Blackbird və Galaxy brendləri mətbəxdə və gündəlik evdə istifadə olunan məhsullardır. Və keyfiyyətində də tam rəsmi olaraq bir zəmanətimiz var. Bu sərginin yaranması bütün sahibkarların hamısı üçün uğur mənbəyidir. Sərgidə KOB subyektlərinə xüsusi dəstək hissi olunur. KOBİAnın stendində kənd təsərrüfatı, İKT, təhsil, xidmət, tekstil və digər sahələrdə fəaliyyət göstərən 10 KOB subyektinin məhsul və xidməti nümayiş etdirilir. Yerli şirkətlər arasında usta, təmizlik, pərdə yuma, ambar xidmətləri təklif edən şirkətlər də var. Bu sərgi onlar üçün yeni imkanlar deməkdir. Ambar xidmətlərimiz mövcuddur ki, bunlar həm aylıq, illik və günlükdə ola bilir və istənilən ölçüdə ambarlar olur. Saxlanış xidmətlərimiz də mövcuddur. Usta xidmətlərimiz var ki, hər kəsin evdə yardımçısıdır. Biz burada özümüzü həm tanıda bilirik, həm əlaqələrimizi gücləndiririk. Həm də yeni müştərilər və yeni satışlarımız belə burada olur. Yəni dəfələrlə biz sərgilərdə yeni müştərilərlə müqaviləni belə yerində bağlamışıq. Sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlük verilib. 30 min üzərində qonaq gözləyirik sərgimizə. İnanırıq ki, açılış günü necə uğurlu start verdiksə, 4 sərgi günü bu formada davam edər. Ziyarətçi axını gördüyünüz kimi çoxdur. Məqsədimiz yerli sahibkarlarımızı daha geniş kütləyə tanıtmaq və xarici bazarlara çıxışlarını təmin eləməyə dəstək göstərməkdən ibarətdir. Sərgi iyunun 21-nədək davam edəcək. Əhməd Məmmədov, Rahib Səfərov, ATV Xəbər. Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum 2023-cü il fevralın 6-sında güclü zəlzələnin baş verdiyi Kahramanmaraşda tikilən Azərbaycan məhəlləsinin görüntülərini paylaşıb, çətin günlərdən xoşbəxt günlərə və birlikdə güclü sabahlara. Bu hekayənin adı Kahramanmaraşdır deyə Murad Kurum X hesabında paylaşım edib. Məlumata görə sabah Kahramanmaraşda 250 mininci evin açarları sahiblərinə təhvil veriləcək. Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı Rusiya 1-də yayımlanan müəllif proqramında özünə məxsus qərəz və istilik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib. Bu barədə Medianın İnkişaf Agentliyinin açıqlamasında bildirilir. Qeyd olunur ki, Ermənistanda hüquq mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməni əsilli Rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə dırnaqarası Artsaq ifadəsini işlədib. Ermənistan hakimiyyətini Artsaxı hədiyyə etməkdə günahlandırıb. Canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə Artsaxın taleyi gözlədiyini deyib. Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləyib. Bu münasibət onun çıxışlarında açıq şəkildə özünü biruzə verib. Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi 44 günlük vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olub, ziddiyyətli mahiyyət daşıyıb. Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbul edilməz hesab edilir. Ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir. Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yol verilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik deyə açıqlamada qeyd olunub.
Süniklə bağlı təhlükə yoxdur. Bu barədə yayılan iddialar təxribatdır. Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin Azərbaycanın Qərbi Zəngəzura hücum edəcəyi ilə bağlı iddialarını şərh edərkən belə deyib. Mən bu cür açıqlamaları təxribat və əsassız hesab edirəm. Bunlar vətəndaşlar arasında təşviş və qeyri-müəyyənlik yaratmağa xidmət edir deyə Paşinyan jurnalistlərə bildirib. Həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq, sülh olacaq. Baş nazir yaxın günlərdə Türkiyəyə səfər edəcəyini də təsdiqləyib, onun səfəri iyunun 20-sinə planlaşdırılıb. Bütün ermənilərin katolikosu 2. Qaraginin subaylıq andını pozması və övladının olması ilə bağlı əlimdə faktlar var. Bu dedikodu deyilmiş. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial media hesabında yazıb, qeyd edib ki, subaylıq andının pozulması din xadiminin işdən çıxarılması üçün vacib şərtdir. Düzünü deməliyəm ki, uzun müddət şayələrə, dedikodulara inanmırdım, amma indi bunun fakt olduğunu bilirəm. Bu barədə susmaq, küfür kilsəmizin təməllərini sarsıdanlarla ortaqlıq olardı. Subaylıq andını pozanlar bu halda 2. Qaragin və Samvel Xaçaturyanın faktiki sübut olunmuş halları və murdar əlləri ilə erməni apostol kilsəsinə toxunmağa haqları yoxdur və onlar müqəddəs Eçməədzin kilsəsini tərk etməlidirlər deyə Paşinyan qeyd edib. BMT baş katibinin müavini Izumi Nakamitsu dünya ictimaiyyətinə nüvə silahından səmərəsiz istifadəyə qarşı xəbərdarlıq edib. Onun sözlərinə görə təhlükəni aradan qaldırmağın yeganə yolu dünyadakı bütün nüvə silah ehtiyatlarının tamamilə məhv edilməsidir. Nüvə silahının qarşısının alınmasının tərəfdarları bu konsepsiyanı zəruri hesab edirlər. Nüvə silahlarının qadağan edilməsi müqaviləsini imzalayan ölkələr bunu getdikcə daha çox şübhə altına alırlar deyə BMT rəsmisi qeyd edib. Azərbaycan yalnız regional deyil, həm də beynəlxalq müstəvidə sülhü, inkişafa çağırışı və bərabər imkanlar prinsipini dəstəkləyən ölkədir. Milli Məclisin sədri Sahibə Qafarova Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 65-ci plenar sessiyasının açılış mərasimində bu fikirləri səsləndirib. Tədbir çərçivəsində Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrlik Azərbaycandan Bolqaristana təhvil verilib. Azərbaycan həmişə dinc birgə yaşayışa və dialoqa önəm verib. Bunu Milli Məclisin və Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının sədri Sahibə Qafarova qurumun Bakıda keçirilən 65-ci plenar sessiyasında bildirib. Milli Məclisin spikeri bəyan edib ki, Azərbaycan regionda həll yollarını birgə araşdırılan, sülh və əməkdaşlığa önəm verilən ölkələrdən birinə çevrilib. Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan bütün sahələrdə ciddi uğurlar imza atıb. Ölkəmiz regional və qlobal gündəliyin formalaşdırılmasında da öz dəstəyini verir. Azərbaycan 2. Qarabağ müharibəsindən sonra işğal altındakı torpaqlarını azad etmiş və ərazi bütövlüyünü bərpa etmiş yeganə ölkədir. Azərbaycana 10 dövlətin nümayəndələri gəlib, çox sayda beynəlxalq təşkilatların nümayəndələri gəlib, sabahları iştirakçılar Qarabağa yola düşəcək. Bunların hamısı onu göstərir ki, Azərbaycanda aparılan siyasət dünya tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən, ölkələr tərəfindən qəbul olunur. 2. Qarabağ müharibəsindən sonra regionda dayanıqlı sülh üçün unikal fürsət yaranıb. Bunu Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Dönməz vurğulayıb. O bildirib ki, Türkiyənin və Azərbaycanın strateji tərəfdaşlığı bütün regional əməkdaşlıq təşəbbüslərinin əsasını təşkil edir. 2. Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıq dayanıqlı sülh və əməkdaşlıq üçün unikal fürsətlər təqdim edir. Azərbaycanın əzmi və siyasi iradəsi sayəsində bugün bölgədə uzun müddətli sülh üçün tarixi imkan yaranıb. Biz inanırıq ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi təkcə bu iki ölkə üçün deyil, geniş coğrafiyamız üçün də sülh, sabitlik və əməkdaşlıq baxımından əhəmiyyətli nəticələr doğuracaq. Şimali Makedoniya Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirəcək. Şimali Makedoniya 2 il əvvəl Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına qoşulub. Biz bu platformanı yalnız iqtisadi və siyasi əməkdaşlıq üçün deyil, eyni zamanda xalqlar arasında qarşılıqlı hörmət və anlaşma üçün də önəmli imkan kimi görürük. Bu tədbir çərçivəsində aparılan müzakirələr, əldə olunan qərarlar bizim iqtisadi və siyasi münasibətlərimizi daha da gücləndirəcək. Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Bolqaristana keçib. Qeyd edək ki, qonaqlar sabah azad olunmuş ərazilərə səfər edəcəklər. Turanə Tağızadə, Əziz Əzizov, ATV Xəbər.
Hüquqlar pozulduğu zaman həqiqi ədalət olmur və hesabatlılıqdan yayınma halları baş verir. Qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süni intellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətli transformasiyalar bugünün dünyası qarşısında ciddi çağırışlar qoyur. Qanunun aliliyinin gücləndirilməsi, ombudsmanların və Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda ombudsmanların beynəlxalq simpoziumunda bu məqamlar diqqət mərkəzində olub. İnsan hüquqları və azadlıqlarının qorunması dövlətlərin başlıca vəzifələrindən biridir. Prezident İlham Əliyev qanunun aliliyinin gücləndirilməsi, ombudsmanların və Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda ombudsmanların beynəlxalq simpoziumunun iştirakçılarına müraciətində belə qeyd edib. Prezident simpoziumda müzakirə ediləcək mövzulardan birinin qaçqınların hüquqları ilə bağlı olmasına diqqət çəkib. Bu kontekstdə Qərbi Azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla çıxarıldığını xatırladıb. Qeyd edib ki, Ermənistan Azərbaycanlıların öz dədə-baba yurtlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir. Ombudsman Səbinə Əliyeva qeyd etdi ki, ölkəmiz uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratdığı humanitar fəsadlardan hələ də əziyyət çəkir. İşğaldan azad edilmiş ərazilərdə mövcud mina problemləri insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa quruculuq işlərinə əngəl törədir. Regionda ekoloji tarazlığın pozulmasına səbəb olur. Tədbirdə qeyd olundu ki, dünyanın hansı nöqtəsində olursa olsun, insan haqları, fundamental hüquqlar pozulduğu anda hərəkətə keçmək, beynəlxalq ictimaiyyəti ayağa qaldırmaq vacibdir. Savaşlar, iklim değişiklikleri, göçler ve krizler nedeniyle dünyanın birçok coğrafyasında insan hakları ihlallerine sıklıkla rastlamaktayız. Bunu en yakın zamanda işte en başta Azerbaycan'daki kardeşlerimiz yaşadı. Özellikle Karabağ'da 30 yıl toprakları işgal altında kaldı. Bağımsız ve tarafsız bir görev yapan ombudsmanlar dünyadaki gelişmeleri yakından takip etmektedirler. Bu anlamda da Azerbaycan'daki bu etkinlik çok önemli. Bu etkinlik tam zamanlaması itibariyle hem de içeriği, muhtevası itibariyle oldukça anlamlı ve önemli bir etkinlik. Gerçekten hukuk devletinin güçlendirilmesi konusunda ve bunun alt başlıklarında birçok önemli konuyu gündeme getirmesi hem dünya gündemine hem uluslararası gündeme hem de ulusal gündeme bunu taşıması gerçekten çok anlamlı. İnsan hüquqları institutlarının müasir problemlərin həllində xüsusi rolu var. Ombudsmanların cəmiyyətlə dövlət arasında körpü rolunu oynaması və vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyət qurması olduqca vacibdir. Bu baxımdan Bakı simpoziumunun böyük əhəmiyyəti var. Qeyd edək ki, simpozium çərçivəsində Azərbaycanla Serbiya ombudsmanları arasında anlaşma memorandumu imzalandı. Məlik İnqilablı, Fərid Məmmədov, ATV Xəbər. Bugün Azərbaycanda hakimlərin sayı 654 nəfərdir. 100 min adama düşən hakim sayı 13%-ə yaxındır. Dünya üzrə statistikaya əsasən Azərbaycan axırıncı yerdədir. Bu barədə məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar adlı beynəlxalq konfransda danışılıb. Bildirilib ki, dünya təcrübəsində Azərbaycan kimi ölkələrdə hər 100 min nəfərə düşən hakim sayı 17-18%-dir. Ona görə hakimlərin sayı 3 dəfə artırılmalıdır. Konfransda Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov qeyd edib ki, qloballaşan dünya inkişaf etdikcə qarşımıza yeni çağırışlar və yeni tələblər çıxır. Bu baxımdan gələcəyin məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişafla güclənəcək. Süni intellekt, rəqəmsal innovasiyalar və avtomatlaşdırma sahəsindəki yeniliklər məhkəmə proseslərini daha sürətli, daha şəffaf və ədalətli etmək üçün böyük imkanlar yaradacaqdır. Virtual məhkəmələr, video konferanslar və elektron imzalar vasitəsilə hüquqi xidmətlərə daha geniş çıxış təmin ediləcək və nəticədə daha əlçatan bir məhkəmə sistemi formalaşacaqdır. ATV Xəbərdən bugünə çatdıracaqlarımız bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Ən son xəbərləri ATV Xəbərdən alın, çünki biz sizə lazım olan xəbərləri təqdim edirik. Gecəniz xeyrə qalsın.